Narınc Mərkəzi Azərbaycanda 3 ildir o SOCAR-a psixoloji xidməti verir. Yəni bütövlükdə düzdür, mən düşünürəm ki, Narınc Mərkəzində olan əməkdaşlara da tut təlimi lazım olacaq. Çünki onlar da artıq başlayıblar təlimlər də verməyə. Nəfər alıb Elnur müəllim orada? İnara xanım. Bizim ilk məzunlarımızdan biridir. İnara xanım maşallah bütün təlimlərdə var. Bizim tədqiqat qrupunda da aktivdir, səhv eləmirəmsə orada da iştirak edir. Elvin müəllim, sizə təşəkkür edirik. Rəhbəri olduğunuz Education Training Center-ə mən təşəkkür edirəm. Sizə uğurlar arzu edirəm. İndi düzdür, bizim əməkdaşlar da fikirlərini bildirərlər və çox məmnundular. Mən həm paylaşımlarda görürdüm, həm fikirlərini eşidirdim ki, məmnuniyyət var. Arzu edirəm ki, əməkdaşlığımız davamlı olsun. Uğurlar arzu edirəm sizə də. Çox sağ olasınız. İndi də söz sizdədir. Çox sağ olun. Mən də Narınc xanım, sizi xoş gördük. Elnur müəllim, çox sağ olun ki, siz ilk gündə bizim görüşümüzdə Narınc Psixologiya Mərkəzində biz görüşdük. Həmin görüşdə Elnur müəllim artıq qərar verdi ki, biz memorandum imzalamalıyıq. Mənim əməkdaşlıq niyyətim bəlli oldu təbii ki. Əsas Elnur müəllim də qeyd etdiyi kimi bizim əməkdaşlıq niyyətimiz fayda vermək. Yəni bu biznesdən öncə fayda vermək. Yəni özünün doğru dediyi kimi alim alimi, ziyalı ziyalını çox yaxşı başa düşür və hiss etdim ki, artıq ilk kəlmələrdə, ilk danışıqlarda Elnur müəllim özü təklif etdi ki, Psixologiya Elmi Tədqiqat İnstitutu ilə də biz əməkdaşlıq sazişi bağlamalıyıq. Və təbii ki, bu ikinci bir xoş sürpriz oldu mənim üçün və hər iki qurumla, Narınc Psixologiya Mərkəzi və sizin institutla birgə həmin əməkdaşlıqlar imzalandı. Bizim üçün bir yeni yaranmış bir şirkət olaraq bu çox böyük bir əslində uğur idi. Yəni uğur açarı deyəndə məhz bunlardan biri də elə bir də uğurlardır. TOT təlimini formalaşdıranda biz, bilirsiniz, mən sizə yəqin bəhs etdim, noyabr ayında, keçən il noyabr ayında biz beynəlxalq dərəcəli təlimçi sertifikatını aldım mən və əməkdaşlarım artıq bəziləri alıb. Biz o sertifikatları əldə edəndən sonra və sənayedə çoxlu belə təlimlər keçdiyimiz, bunun səmərəsini gördüyümüz anda artıq qərar verdik ki, bunu böyütməliyik. Və yaxşı bir proqram hazırladıq. Sizə təqdim olunan proqram bugün mən tərifdən biraz uzaq olsa da demək istəyirəm ki, yəni yoxdur, hər bir təlimçi bu qədər praktik belə bir proqram tərtib eləmir. Mən izləmişəm, bəzilərində olmuşam da, iştirak eləmişəm, yəni bu qədər praktik olduğunu heç yerdə görməmişəm. Və sizə bir gözəl bir açar verir ki, siz beynəlxalq dərəcəli təlimçi diplomunu da alasınız. Buradakıların hər kəsin buna şansı var. Bir-iki workshopdan sonra yəqin ki, siz bunu asanlıqla əldə edə bilərsiniz. Bunu sərbəst edə bilərsiniz təbii ki, amma burada bəzi çətinliklərlə üzləşə bilərsiniz. Ona görə biz workshop da sizə edə bilərik bundan sonra. Bir daha Elnur müəllim, təşəkkür edirəm. Mən əlimdən gəldiyi qədər çalışdım, real, faydalı bir biliklər verilsin və ümid edirəm ki, buradakı təlimçilərdən bizə də dəstək göstərəcəklər. Əməkdaşlığımız var, memorandum var. Ola bilər ki, siz hər hansı bir layihə çərçivəsində bizim institutun əməkdaşları psixologiya ilə bağlı təlim keçə bilər. Həm də təlimçi olaraq, buradan artıq təlimçi olaraq, bir də biz bilirsiniz, motivasiya tipli təlimlər, səfərlər edirik. Bu yaxında Autizmli Gənclərə Yardım Təşkilatı ilə Naxçıvan şəhərində bir imzalama etdik, əməkdaşlıq sazişi imzaladıq. Biz müəyyən TEDx tipli spikerlər cəlb edəcəyik bura. Bunlardan artıq sizin əməkdaşların da içərisində mən görürəm var. İstəyərdik onları da dəvət edirik. Siyəzən rayonunda belə bir Yeni Azərbaycan Partiyasının xətti ilə belə bir tədbir keçirmək niyyətindəyik. İstəyərdik ki, orada da
sizin əməkdaşlardan burada oturan əyləşdirənlərdən iştirak etsinlər. Eyni zamanda həm də bir xeyirxah iş görmüş olacağıq. Autizmli gənclərə, uşaqlara yardım toplanacaq oradan. O biletlərdən onlara yardım olunacaq. Gözəl. Belə bir xeyirxah əmələ də bizimlə bir yerdə getsə çox böyük bir məmnunluq hissi keçilərik. Təbii ki, bilirəm ki, olacaq. Bir daha təşəkkür edirəm. Qonaqpərvərlik, şərait, qəbul, burada bizi qəbul etmə çox yüksək səviyyədə oldu. Qrup çox gözəl yığılıb, yəni professionallardır. Bəzən mən onlardan öyrəndim. Bir çox hallarda, bilirsiniz, psixologiya elminə yeni başlamışam maraq göstərməyə və çox şey öyrəndim. Bəzi hallarda icazə verdim ki, məni test eləsinlər ki, mən də öz zəif tərəflərimi qiymətləndirə bilim. Xüsusən də burada çox aktiv adamlar var, belə test etməyə yaxşı başarırlar. Bəli, çox yaxşı bir atmosfer aldım. Hər biri barədə ümumi feedback məncə doğru olmaz, vaxt alarıq. Amma ümumi qrup olaraq öyrənməyə çox tez meyillidirlər və tez də istədiyimizi nail olduq. Bu fərqlənmə diplomları ki, təqdim olunur. Bunlar təbii ki, şərtidir. Sadəcə davamiyyət və hər şey burada daxildir, ümumi təqdimatlar. Hətta bizim elə bir iştirakçı oldu ki, birinci təqdimatda zəif gördü özünü zəif qiymətləndirən kimi ikinci təqdimatı etdi. Yəni ikinci dəfə özünü sınadı. Nərmin xanım, mən adını deyə bilərəm. İkinci dəfə sınadı və super bir dəyişiklik əldə etdik biz. Yəqin ki, hər kəs öz fikrini deyəcək təlimlərin sonunda. Bizim qazandığımız, ümumiyyətcə bu təlimin quruluşunda 3Q dəyərləri var, Q dəyərləri var. Bu dəyərlərdən biri qoru, biri qurtul, biri qazandı. Yəni bizim qazandıqlarımız yəqin ki, görürsünüz, siyahıda çoxdur. Orada hər kəsin bəli fikirləridir. Qoruyacağımız məqamlar da var. Yəni artıq professionallar da var burada yetişib. Və qurtulacağımız məqamları da orada qeyd etmişik. Qazananların görürsünüz, qazandıqlarımız sayı çoxdur və bu məni çox xoşbəxt və məmnun etdi ki, bu qədər biz qısa 16 saatlıq bir müddətdə belə bir nailiyyət əldə etdik. Bir daha hamınıza təşəkkür edirəm. İştirakçılara təşəkkür edirəm sizə. Arınc xanıma bugünkü iştirakınıza görə böyük bir rəngarənglik qatdınız bura. Çox sağ olun. Elmi müəllimlə tanışdığımız Emrah xanım vasitəsilə bir yerdə biz görüşümüz olmuşdu Elmi müəllimlə bir yerdə. Doğrudan da ilk insan müəyyən əməkdaşlıqla bağlı çox görüşlər olur, amma ilk görüşdən biz bir yerdə olanda Elmi müəllim sanki illərin bu sahədə tanışıymış kimi hiss etdik. Çünki bu birinci olaraq təkcə işinizdə peşəkarlıqla yox, həm də bərabərində peşəkar olmaq çox peşəkar vardır, amma o gözəl ürəyiniz də var, gözəl insanlığınız da var. Yəni bu eyni ruhda olan insanlar, eyni işdə də uğur qazananlar, həmişə eyni məqsəddə də bir yerdə ola bilirlər və düşündük ki, bu əməkdaşlıq daha uzun ömürlü olsun və sağ olsun Elmi müəllim də belə bir gözəl imkan yaradıb. Heç mən bilməmişdim başında. Mən təsadüfən gördüm səhifədə. Deyirəm ki, yaxşı oldu. Birinci bizdən başladıq, amma Elmi müəllim bir qabağa düşdü. Həqiqətən də çox xoş oldu bu əməkdaşlıq. Bilsəydim, mən də müəyyən öz dəyərli bir neçə mütəxəssislərimizi cəlb eləyərdim. Elmi müəllim biz də istəyirik. Sizin mərkəzdə də bunu gəlib keçirik. Bu da bizdən sizə bir hədiyyə. Paxıllandım. Şirin bir rəqabətdə söz məhsul mənasında Elmi müəllim sektorda işlərinizdə oxurlar. Gözlər hər zaman bütün layihələrdə, yəni maddi, mənəvi, hər zaman yanınızda olmağa hazırıq. Xüsusən də o autizmli dedi uşaqlara özəlliklə bizdən nardı mərkəzi olaraq nə kömək lazımdırsa eləyərik Xaçmazda. Və işlərinizdə uğurlar, gözəl layihələrdə bir yerdə imzalar atar. Qızlar da hər birisi üzü gülür. Mən bir neçə belə burada yaxın olduğum xüsusilə mütəxəssislər var ki, onlardan da sizin xoş sədalarınızı eşitmişəm. Hamısı dedi ki, doğrudan da çox gözəldir. Deyə də bilər ki, yox belədir. Amma hamının üzündəki o gülüş, sevgi bilinir ki, aldılar, nələrsə aldılar. Və bilmək önəmlidir, bunu doğru çatdırma, aktarım da çox önəmlidir ki, sizdə o demək ki, o da gözəl alınır. Nə gözəl ki, belə bir Elmi müəllimə siz belə bir təşəbbüs göstərmisiniz. Burada əslən növbəti sözümü də Aldım Narıc mərkəzində görüşmək ümidi. Bəli. Biz söz veririk və yerinə yetiririk. Yəni ki, bu 5 günlük müddətdə, 4 günlük müddətdə siz buna şahid oldunuz.
Problem yoxdur. Nə vaxt istəsəniz, may ayından etibarən bunu edə bilərik. Eləyir. Əməkdaşların bəlkə bir sözü var. İlk öncə çox sağ olun ki, bizim üçün bu şəraiti yaratdınız. Həqiqətən təşəkkür edirəm. Həm sizə, həm Elvin müəllimə birlikdə bizim inkişafımıza çox böyük bir dəstək oldunuz. Mən bayaq yoldaşlarla bunu paylaşdım, amma siz yox idiniz. İstəyirəm ki, siz də eşidəsiniz, ona görə bir də paylaşacağam. Elvin müəllim bizə tapşırıq verdi ki, təlimlə bağlı təəssüratlarınızı bir şəkil olaraq çəkin. Mən də onu bu şəkildə çəkdim, təsvir elədim. Burada ağacın kökü var. Bu kök mənim öncədən bildiklərimdir, keçmiş təcrübələrimdir. Ağacın gövdəsi teorik təlimində öyrəndiklərimdir, Elvin müəllimin bizə qatdıqlarıdır. Və ağacın bu üstündə gördüyünüz yarpaqlar, güllər, meyvələr bundan sonra girəcəyim auditoriyada tətbiq edəcəyim biliklərimdir və burada bir günəş var. O da ki, sizsiz, hansı ki, davamlı bizim parlamağımıza kömək olursunuz, bizə dəstək olursunuz. Ona görə də çox sağ olun. Hər ikinizə çox-çox təşəkkür edirəm. Yaxşı ki, varsınız. Bütün dəstəklərinizə görə minnətdaram. Sağ olun. Sağ olun. Birinci, həm siz çox sağ olun, həm Elvin müəllim siz çox sağ olun. Bazar günü olmasına baxmayaraq həqiqətən çox əziyyət çəkdim. Öz adıma deyirəm bunu. Mənim üçün çox çətin idi bazar günü bura gəlmək, amma heç peşman da olmadım. Həqiqətən o qədər maraqlı, o qədər bilgi dolu, o qədər əyləncəli bir təlim oldu ki, deyərdim ki, son zamanlarda bəlkə də işlə bağlı buna ehtiyacımız var imiş və həqiqətən çox şey öyrəndik. Yəni və əminəm ki, bundan sonra da öyrənəcəklərimizi hər bir yerdə rahatlıqla təqdim edə bilərik, bunu ötürə bilərik insanlara. Çox maraqlı idi. Çox sağ olun. Mən çox sağ olun həqiqətən. İlk növbədə sizə Elnur müəllim çox təşəkkür etmək istəyərdim ki, yəni mən öz situasiyama bağlı hələ ki indi danışmaq istəyirəm, əgər siz razı olsanız. Yəni sizi mən bir heykəltaraş kimi görürəm. Mən bir daş parçası kimi. Siz də çalışırsınız məndən bir gözəl bir forma yaradasınız. Siz yəni o şəraiti yaradırsınız. Mən ilk gəldiyimdə institutda ümumiyyətlə mən heç nəyə bənzəməz bir daş parçasıydım. Yəni mən hiss edirəm ki, siz məni doğrudan da yəni çox böyük mütəxəssis gələcəkdə görürsüz. Amma mən onu hələ ki özüm görmürəm, amma sizdə çox böyük proqnozlar var. Mən hiss edirəm onu. Sizin baxışlarınız. Vacib olan mənim görməyim. Bəli. Siz professional kimi mən görürsünüz və mən hiss edirəm ki, siz istəyirsiniz mən irəli gedim və sizə çox təşəkkür edirəm ki, siz məni, yəni mən çox yerlərdə iş axtarırdım, tapa bilmirdim və yalnız bu mərkəzdə özümü tapdım. Elnur müəllim tez tutdu məni, yəni mənə elə gəlir ki, mən öz yerimi tapdım burada. Bir də sizin gözəl bir sözünüz oldu. Daş öz yerində ağır olar sizdə. Mən də artıq ondan sonra özümü bir daş kimi görməyə başladım. Və siz bir heykəltaraş kimi məni formalaşdırırsınız. Çox sağ olun Elnur müəllim. Siz mənə belə bu qədər qiymətləndirmənizə görə. Çox sağ olun. Elvin müəllimlə, yəni mən təşəkkür etmək istəyərdim, yəni icazə versəniz. Yəni baxmayaraq ki, mən fərqlənmə diplomu bu gün almamışam, amma mən istəyirəm ki, çox böyük proqreslər əldə eləmişəm. İlk növbədə, yəni dil bariyeri olduğuma baxmayaraq, mən qalan resurslarımı artıq burada elə bir ki, aktivləşdirə bildim. Mənim resurslarım yatırdı, ona görə ki, mən rus diliyəm, amma burada üzə çıxdı mənim potensialım. Siz bəlkə görürsünüz ki, mən konqresdə keçən həftə O Azərbaycan dilini burada öyrəndim. Hə, yəni çıxışımla bu günlük çıxışım çox böyük fərq var. Yəni bir həftə baxmayaraq Elvin müəllim mənə çox böyük dəstək oldu. Mən də bütün əslində fikirlərə qoşuluram. Günəş olmaq mövzusu, heykəltaraş olmaq hamısına qoşuluram və eyni zamanda ümumi olaraq bunu demək istəyirəm ki, biz teorik təlimində əsas nəyə önəm veririk? Yəni əsas ideallar nələrdir? Bir liderlərdir, bir də qrup üzvlərdir, düzdürmü? Biz burada həm sizdən, həm də Elvin müəllimdən əsl lider necə ola bilər, bunu öyrəndik. Eyni zamanda ideal qrup necə olar, bunu da öyrəndik. Qrup yoldaşlarımızda həqiqətən auraları, enerjiləri və çalışma, yəni ümumi bir məqsəd var idi. Ümumi ilk gündən, yəni ümumi bir həmrəylik var idi və düşünürəm ki, biz bu təlimdə idealları görə bildik. Elnur müəllim həqiqətən də Azərbaycanda psixologiya sahəsində təhsil alanlara çox böyük bir dayaqdır da. Yəni rol modelsiz və sizdən öyrənəcəyimiz çox şey var. Hər zaman yolunuzu həqiqətən aydınlandırırsınız. Mayak rolunu daşıyırsınız mənim fikrimcə də. Elvin müəllimə çox təşəkkür edirəm. Həqiqətən çox şey qatdı bizə. Məsələn, mən özümdən deyim, ən çox auditoriyanı özümə cəlb etmə və auditoriyada daha rahat çıxış etməyi öyrəndim. Təşəkkür edirəm. Bu qədər. Postları Rəhlə hazırlamışdı. Tədqiqatda da aktivdir və qısa zamanda sən o yeri qazanmışsan. Ona görə çox istədik ki, sən də bu
Teşekkür ederim. təlimdə iştirak edəsən, bu komandada olasın. Yəni bu komandada olanlar bunlar gələcəyə hədəflənir. Bu komandada olmaq, bu artıq sən bizim irəlidəki hədəfimizdə də varsın. Çox sağ olasın Leyla. Həqiqətən çox sağ olun və mən fikirləşirəm ki, insanların təsəvvüründə iştirakçıların yaranır günəş və s. amma mən bunu daha belə dairik və mən fikirləşirəm ki, siz həqiqətən çox yaxşı rəhbərsiniz. Ən əsas məsələlərdən biri əməkdaşlarla aradakı o bağı, onların ehtiyaclarına, istəyinə görə daima olaraq sanki onları dinləməyə və həmçində onu onlara hər hansısa bir formada imkan daxilində verməyə çalışırsınız. Mən düşünürəm ki, bu davamlılığı, ardıcıllığı qorumaq üçün çox vacib şeydir. Hansı bizim TOT təlimində biz bu şeyə çox təlim layihə mövzusuna başlamamışdan çox ilklərində bildirmişdik ki, ümumiyyətlə o planlara hələ onda tədbirimiz olmamışdı, tədbirin olacağından bağlı bir şey yox idi. Çox öncələrində biz danışmışdıq və siz onun üstündə sadəcə bir cümlə ilə keçmiş ki, okey, biz hal-hazırda bugünkü işimizi görək, lazımı gəlində o olacaq. Və ondan sonra biz onu sizə xatırlatmadıq, amma daha sonrasında da gəldi ki, bizim bu tarixdə artıq TOT təlimimiz olacaq. O tədbirimiz keçib. Mən bu məsələnin özünə diqqət ayırmağınız, bu şeyləri özünüzdə müəyyənləşdirməyiniz, mən fikirləşirəm ki, bir rəhbər olaraq həqiqətən çox yaxşı rəhbərsiniz. Mən sizə buna görə çox təşəkkür edirəm. İmkan yaratdığınız üçün, şərait yaratdığınız üçün. Elvin müəllim, mən sizə çox təşəkkür edirəm. Bizə qatdığınız şeylər üçün, öyrətdikləriniz üçün, səmimiyyətiniz üçün. Çünki bu bazar günü mən özümə də çox çətin idi bazar günü gəlmək, həftə 6 gün işləyən, ümumiyyətlə belə deyil, 7-24 işləyirik kimi bir şeydir. O bazar günlərini qatılmaq, əgər orada bir doğmalıq, istilik, o isti münasibət yoxdursa, bu işi daha da çətinləşdirir. Amma burada ki, siz onu hər iki tərəfli qurmağınız, o bizim üçün əlavə motivasiya idi. Buna görə də bütün bu şərait üçün, yaratdıqlarınız üçün hər ikinizə minnətdaram. Çox sağ olun. Yəni təlimlərdən təəssüratlarımız hamımızın çox yaxşıdır. Biz təlimlərdə iştirak edirdik, amma burada olduğumuz müddətcə gördük ki, yox, o deyilmiş. Yəni bir təlimçi özgüvənimiz var idi, amma gördük ki, yox, o deyilmiş. Hələ qatılmalı olan çox şey var imiş. Sevil xanımın heykəltaraş məsələsi, yəni biraz düzəltmək lazım idi çox yerləri. Evin mənimcə çox yaxşı dərslər keçdi. Biz başa düşdük nələrdə yanlışlıqlar var. Sizə də çox təşəkkür edirəm ki, mən bura əlavə etdiniz. Mən əslində qrupa salonunda dedim, yəqin mən yenə təşkilatçıyam. Sadəcə dərsləri kartından eləyəcəm. Amma yox, yəni bu qədər işim olsa belə etimad elədiniz ki, yəni burada da ola bilərsən də və inşallah ki, doğrultmuş da hesab eləyirsiniz. Çox sağ olun, minnətdaram. Kollektiv də çox yaxşıdır. Həqiqətən bazar günü çox uzaq yoldan gəlmək çox çətindir, amma o qədər belə pozitiv olan adam deyilik, gülürük, zarafatlaşırıq, tam dərs kıvamında olmur da. Çox yaxşı bir mühit yaranmışdı bizim üçün və mən çox hiperaktiv olduğum üçün də bir təlimdə heç vaxt axıra qədər otura bilmirəm. Çıxıram, gəlirəm, çıxıram, gəlirəm. Amma burada çox axdı zaman, çox rahat keçdi. Təşəkkür edirəm hər kəsə. Çox sağ olun. Təşəkkür edirəm mən də sadəcə olaraq hər ikinizə də, Elvin bəyə də, Elnur müəllimə də. Elvin bəy 4 gün, 16 saat bizim üçün həqiqətən səbirlə eyni sualı bəzən təkrar verdi. Hamısı da eyni səs tempindən, eyni şəkildə səbirlə izah etdi. Buna görə çox sağ olun. Elnur müəllim də siz sağ olun ki, mən də bu qrupa daxil elədiniz. Təşəkkür edirəm hər kəsə. İştirakçılar da çox maraqlı idi. Təşəkkür edirəm. İlk dəfədir ki, bir təlimdə həqiqətən axıra qədər oturdum və saatın necə keçdiyini hiss eləmədim. Həm o qorxunu aşdım. Yəni bu məncə hamının içində məni fərqləndirir. Bir də ki, yəni bu təlimdə axıra qədər oturmaq mənim üçün böyük bir nailiyyətdir. Və sizə də çox sağ olun bildirirəm ki, yəni o işığı məndə gördünüzmü deyim. Yəni çünki mən özümü təlim hissəsində görmürdüm. Elnur müəllim onu hiss etdiyinə görə çox sağ olun, minnətdaram. Sizə anında deyəndə ki, mən bu bacarığı da özümdə inkişaf etdirdim. Ora bir dənə də əlavə olundu, səbir. Bir dənə də qazanc əlavə olundu, səbir. Əgər bu çox ən gözəl o qazanclardan biri də odur. Əgər bunu siz qazandınızsa, artıq bu fərqlənmədir. Bu böyük fərqlənmədir. Çünki o qazandıqlarımızın içində əsasını 60%-ni səbir təşkil edir. Onu ora qatdınızsa, mən indi bu durandan sonra burada yazacağam onu və sonra o ekranın şəklini çəkəcəm oranı. Deməli, artıq bir 60%-ni onun üzərinə gəldi. Yəqin ki, tamamlandı. Ona görə də sizə də
və sizin timsalınızda Sevil xanıma da artıq fərqlənmə. Təbii ki, dediyiniz kimi o fərqlənmə və digərləri bunlar şərtidir. Mən sizdən gözləyirəm ki, siz beynəlxalq təlimçi sertifikatını alasınız, gəlib məndən bir sırada orada durasınız və mən də bunu çox fəxrlə bilirsiniz, Elnur mənim gözəl bir söz işlətdi, ziyalı elm adamları. Elm adamları belə bir insanlardır ki, yəni, ziyalılar belə bir insanlar ki, ətrafında da özü kimisini görmək istəyir. Və yetişdirmə hissi, o duyğusu daha çoxdur. Bu, məndə də həmçinin belədir. Ona görə sizin burada hər birinizdən əgər bir beynəlxalq dərəcəli təlimçi sertifikatı almış olsanız, sanki mənim öz sevincimin üzərinə eyni qədərdə sevinc gəlmiş olur. Yəni, bu çox böyük bir, yaxşı bir hiss olur mənim üçün. Ona görə sizə uğurlar arzulayıram. Və inanıram ki, 3-2 o qoru qurtul qazan dəyərlərini saxlayacaqsınız, daim sizinlə olacaq və qısa bir zamanda da biz peşəkar təlimçilər qazanacağıq. Bir də Elvin müəllim sizə təşəkkür edirəm. Sizə uğurlar arzu edirəm. Lamiyə xanım, mən inanıram ki, Siyəzəndə çox yaxşı təlim də verəcək. Burada hər kəsin çox böyük potensialı var ki, beynəlxalq dərəcəli təlimçi olsun və peşəkar təlimçi olsun. Yəni, mən birinci, ümumiyyətcə bayaq dedim sizin özünüzə, birinci qrupdur ki, Elnur müəllim. Biz 8-9 qrup artıq yetişdirmişik öz daxilində və digər təşkilatlarda. Ən birinci qrupdur ki, bu qədər pozitiv bir nəticə aldıq. Yəni, ilk təqdimatlarla son təqdimatlar arasında çox böyük fərq yarandı. Hətta ikinci, üçüncü təqdimatdan sonra artıq tamamilə hər kəsin bilik və bacarıq nümayiş etdirmə səviyyəsi yüksəldi. Ona görə də sizə bir xoşbəxt saya bilərsiniz özünüzü ki, ən yaxşı qruplardan birisiniz. Çox sağ olasınız Elvin müəllim, sizlərə də təşəkkür edirəm. Hər bir iştirakçı üçün belə bir təlim materialı və içərisi yazılmış. Bir yerdə təqdim edək. Bir yerdə. Bəli.